Deməli, bugünkü dərsimiz uşaqlar Türkiyədir. Türkiyədən danışacağıq. Biz bilirik ki, Osmanlı dövləti 1302-ci ildə yaranıb, 1922-ci ildə noyabr ayının 1-də ləğv olunacaq və Osmanlının 36 dənə hökmdarı var. Onlarda 34 dənəsi sultan adlandırılır. Yəni Osmanla Orxan Qazi adlandırılıb, Muraddan başlayaraq isə sultan adlandırılıb. Paytaxtı da dedik ki, İlk üç hökmdarın dövründə, Osmanlı dövründə Söydlü, Orxanın dövründə Bursa, Muradın dövründə Ədirnə, Mehmetin də dövründə isə Konstantinopol olub. Və Osmanlı dövlətinin hökmdarlarından da biz adlarını öyrəndiyimiz birincisi Osman idi, yəni bizə lazım olan. Sonra Orxan idi, yadınıza salaq bir-bir. Sonra birinci Murad idi. Sonra İldırım Bəyazid idi. Söhbət 1-ci Bəyaziddən gedir, Ankara döyüşündə Teymura məğlub olan. Sonra Fatih Mehmeddən gedir söhbət. Sonra gedəcək 2-ci Bəyaziddən, dövr sakitlik dövrü kimi Ağqoyunlu və Səfəvi dövləti ilə dostluq münasibətləri quran. Sonra Sultan Səlimdən danışdıq. Sonra Sultan Süleymandan danışmışıq. Sonra dalıcan Sultan 2-ci Səlimdən danışmışıq. Bax, burada Osman, Orxan, Murad, Bəyazid, Mehmed, bunlar yaranma dövrünə düşür. Sonra Mehmeddən başlayaraq 2-ci Səlimə qədər, bax bu yaranma dövrüdür. Birinci dövr 1453-ə qədər, 1302-dən. Sonra 2-ci Səlimə qədər, 1571-ə qədər isə dövr, bax bu yaranma dövrüdür. Bu çiçəklənmə dövrü hesab olunur. Sonra 1571-dən çiçəklənmə dövrü qutarır. Başlayırıq durğunluq dövrünə. 1571-dən 1699 Karlovitsa sülhünə qədər. Burada da kimin adını eşitdik? 1-ci Əhmədin adını eşitmişik. Şah Abbasla dalaşan, Culus bəxşidir, beşik alimliyidir, qəfəs üsuludur. Sonra Köprülü Mehmeddən danışmışıq. 4-cü Mehmedin vəziri idi, islahatlarından. Onun oğlu Fazildən danışmışıq, Kriti tutan. Sonra Qara Mustafa Paşa var. Müqəddəs birliklə dalaşıb, Karlovitsa sülhü ilə Avropada böyük torpaqlar itirən. Bu bizim durğunluq dövrümüz olur. Sonra 1699-cu ildən 1791-ə qədər isə eşitirik. Demək, geriləmə dövrünü. Geriləmə dövründə də başlayırıq 3-cü Əhmədlə. 3-cü Əhməd, hansı ki bu Səfəvilərin üstündə qələbələr qazanıb, axırda Nadirə məğlub olan, yəni Səfəvi 2-ci Təhmasibə məğlub olan. Vəzirin adı İbrahim Paşa idi. Yeniçərilər üsyan qaldırıb qovublar bunu. Sonra 1-ci Mahmud var. Nadirlə sülh imzalayıb Qumbara ocaqları yaradan. Sonra adını eşitdiyimiz 3-cü Səlim var. O 3-cü Səlim ki, bütün sahələrdə islahatlar keçirib uğursuz olub. Sonra gəlmişik, demək, dağılma dövrünə. Dağılma dövründə də 2-ci Mahmudla başlamışıq. Yeniçər sistemini ləğv eləyən, Yeniçərlərə Orxan yaratmışdı, Mehmed ləğv elədi. Timar və Ziyamət sistemini ləğv elədi. Torpaq əvəzinə maaş verdi, kompensasiyalar ödədi. Rusla da təbii ki, müharibələr var, uduzub həmin müharibələrdə. Sonra var Əbdülməcid. Yaxşı bir dövrdür. Gülxanın Xətti Şərif adlı islahatlar keçirib. Sonra Əbdülhəmid var. Uğursuz bir islahatlarla yadımızda qalır. Demək, konstitusiyanı yaradıb, sonra da ləğv eləyib, təzədən yenə də bərpa eləməyə çalışıb. Var 5-ci Mehmed Rəşad, 1-ci Dünya müharibəsinə girən, Balkan müharibəsi, Trablis müharibələrində iştirak edən və 6-cı Mehmed, bu da sonuncu hökmdardır. Bugün biz 5-ci Mehmed və 6-cı Mehmeddən danışacağıq. 1914-1918-ci illər birinci Dünya müharibəsi hesab olunur. Həmin Dünya müharibəsi dedik ki, Antantanın Üçlər İttifaqı arasında başlayıb, Antantanın Dördlər İttifaqı arasında qutarıb, Dördlər məğlub, Antanta isə qalib gəlmişdi. Antantaya daxil olan dövlətlər İngiltərə idi, Fransa idi, Rusiya idi. Üçlərə daxil olan dövlətlər isə Avstriya idi, Almaniya idi, bir də İtaliya idi. Sonra İtaliya xəyanət elədi üçlərə. Çıxdı üçlərin qrupundan, qaldı Almaniyanla Avstriya ikisi. Sonra Bolqaristanla Osmanlı da qoşuldu bura. Söhbət 1915-ci ildən gedir. Oldular Dördlər İttifaqı. Antantadan da İngiltərə ilə Fransa öz yerində
qaldı. Rusiya çıxdı, onun yerinə ABŞ qoşuldu. Yəni müharibə başlayanda Antantanın da tərkibi, üçlərin də tərkibi fərqli idi. Müharibə qutaranda da Antantanın tərkibindən Rusiya çıxıb ABŞ girdi. Üçlər də dağılıb oldu. Dördlər İttifaqı və Antanta dördlərə qalib gəlmişdi. Bəs burada Osmanlının rolu nə idi? Osmanlı Dördlər İttifaqının tərəfindən iştirak eləyirdi. Harda? Elə bir Almaniya müharibə meydanında 3 cəbhədə müharibə aparırdı. Şərq cəbhəsində Rusiyanla, Qərb cəbhəsində Fransanla, bir də Balkanlarda müharibə aparırdılar əsasən. Və burada da Balkanlarda Osmanlı dördüncü bir cəbhəni açacaq. Həmin cəbhə də adlanır Qafqaz cəbhəsi. Deməli, müharibə, Birinci Dünya müharibəsi 3 cəbhədə gedirdi. Şərqdə Rusu, qərbdə Fransa, bir də Balkanlarda. Amma Osmanlı neynədir? Osmanlı Rusla problem yaradaraq Qafqaz cəbhəsini də açdı. Yəni Qara dənizə Almaniyanın qoşunlarını yerləşdirdi. Bu da Rusla onun arasındakı belə deyək problemə səbəb oldu və Rusla Osmanlının arasında Sarıqamış döyüşü baş verdi 1914-ün sonu 15-in əvvəllərində və nəticədə soyuq hava şəraitində olduğu üçün, Rusun qoşunu çox olduğu üçün Rus qalib gəldi, Osmanlı məğlub oldu. Düzdür, məsələn Osmanlı ilə İngiltərə, Fransa arasında baş verən müharibələrdə Osmanlı qalib gəlmişdi, amma nəticədə Osmanlı məğlubdur. Yəni Dördlər İttifaqı qrupunda Osmanlı məğlubdur. Həmin məğlubiyyət də düşür 5-ci Mehmedin dövrünə. 5-ci Mehmed gördü ki, məğlub olur. 5-ci Mehmedi hakimiyyətə kimlər gətirmişdi? Həm yeni Osmanlılar, həm də gənc türklər. Kimdir bunlar? Biz bunları eşitmişik bu durğunluq dövründə Türkiyə, Osmanlıda. Eşitmişik ki, yeni Osmanlılar 1865-də yaranıb, gənc türklər 1889-da. Və yeni Osmanlılar konstitusiyanın yaranmasını, gənc türklər isə elə bir konstitusiyanın yaranmasını istəyən yeni Osmanlılar yaratdılar. Sonra konstitusiya ləğv olundu. Gənc türklər isə konstitusiyanın bərpasını istəyirdi. Yeni Osmanlılar sultanın heç bir problemləri yox idi. Gənc türklər isə sultanı devirmək istəyirdilər. Zaten 5-ci Mehmedi hakimiyyətə gətirib Əbdülhəmidi deviriblər. Deməli, yeni Osmanlılarla gənc türklərin oxşar cəhəti Birinci Dünya müharibəsində Mehmedin yanında aktiv olmaları idi və müharibədə məğlubiyyətlərini görüb 5-ci Mehmedi də götürüb ölkədən qaçmaları idi. İkisi də mühacirədə gedib. Fərq o idi ki, yeni Osmanlılar konstitusiyanın yaranmasını istirdi, sultana qarşı deyildi. Gənc türklər isə konstitusiyanın bərpasını istirdi, sultana qarşı idi. Gəlirik 6-cı Mehmedə. 6-cı Mehmed gördü ki, 5-ci Mehmed qaçıb, çıxdı taxtaca və müharibədən Mudros sülhü ilə Mudros Osmanlı 1-ci Dünya müharibəsindən 1918-ci ildə çıxdı. Və Osmanlının əlində nə qaldı? İndiki Türkiyənin torpaqları. Yəni, böyük bir imperiya idi. O ərazilərini itirdi. Əlində indiki Türkiyənin torpaqları qaldı. Məsələ orasındadır ki, bu torpaqlara da bir tərəfdən İngiltərə, bir tərəfdən İtaliya, bir tərəfdən Yunanistan müdaxilə edirdi. Bu torpaqlara da imkan vermirdilər ki, onun əlində qalsın. Məsələn, İngiltərə nə istəyirdi? Mosul və İskəndəriyyə əraziləri var idi, onu istəyirdi. Bəs İtaliya nə istəyirdi? Antalya. İtaliya Antalyanı. Bəs Yunan nə istəyirdi? Yunan da İzmiri istəyirdi. İzmir ərazisini. Deməli, hərə buradan bir ərazi istəyirdi. Bu 3 dənə müttəfiq dövlət Türkiyənin əlində qalanları da almaq istəyirdi. Zaten Türkiyə imperiya kimi, daha doğrusu Osmanlı imperiya kimi ərazilərini itirmişdi. Onun ərazilərini əlindən almışdılar. İndi əlində müharibədən çıxanda bir dənə indiki Türkiyənin torpaqları var, elə bir damcı ərazi var. Onu da İngiltərə almaq istəyir. Mosulla İskəndəriyyəni, Antalyanı İtaliya almaq istəyir, İzmiri də demək Yunanistan almaq istəyir. Bu zaman 6-cı Mehmeddə heç nə eləmir, çünki belə deyək də səssiz siyasətdən başı çıxmır. Ortama girəcək kim? Mustafa Kemal. Mustafa Kemal kimdir? Ordu rəhbəri. Necə ki, Səfəvilərdə Şah Təhmasib qala-qala Nadir ortalığa girdi. Burada da Mustafa Kemal girəcək ortalığa. Neynəyəcək Mustafa Kemal? Yığacaq milləti qabağına 1919-cu ildən 1923-cü ilə qədər düz, yəni belə deyək də, Respublika Türkiyə Cumhuriyyəti yaranana qədər azadlıq hərəkatı qaldıracaqlar. Burada da məqsəd o idi ki, bu dövlətləri buradan qovmaq, ölkələrinin nüfuzunu bərpa eləmək idi və buna görə də
Mustafa Kemal addımlar atdı. Həmin addımlar nədən ibarət idi? Qurultaylar çağırdı. Birini Ərzincanda, birini də Sivasda. Birinci Sivasda, sonra sentyabrda Sivasdadır, sonra da Ərzincanda müşavirə çağırdı. Müşavirə çağırmaqda məqsəd, daha doğrusu birinci Ərzincanda idi, sonra Sivasda. Müşavirə Ərzincanda maydadır, Sivasda sentyabrda. Çağırmaqda məqsədi nə idi? Yığdı cəmaatı qabağına ki, gəlin müvəqqəti bir, demək hökumət quraq da, yəni müvəqqəti özümüz üçün cəmaatdan ibarət hökumət quraq, deputatlardan falan ibarət olsun və milli and qəbul eləyək. Yəni millət and içsin ki, biz əlimizdə qalan bu torpaqları saxlayacağıq. Mustafa Kemal hərbiçi idi. O gördü ki, 6-cı Mehmet səssiz qalıb. Bu 3 dənə dövlət Osmanlının torpaqlarını qoparırlar. Ona görə də milləti yığdı qabağına. Dedi ki, gəlin Sivasda konqres keçirildi. Müvəqqəti bir hökumət yaradaq öz aramızda və millət and içsin, milli and qəbul olunsun. Bəli, belə də elədilər və burada məqsəd əlimizdə qalan torpaqları əlimizdə saxlamaq idi. Lakin nə baş verdi? Müttəfiq dövlətlər girdilər, milli andı da çırbatdılar, müvəqqəti hökuməti də, yəni deputatların binasını da dağıdıb tökdülər. Mustafa Kemal geri çəkilmədi. Mustafa Kemal durdu, getdi. Hara? Demək, TBM-i yaratmağa. Türk Böyük Millətlər Məclisini, daha böyük bir orqan yaratdı. Aprel ayında kitabının da adı oldu Əsas Təşkilatların Müdafiəsi. Yəni Mustafa Kemal dedi ki, TBM yaradıram, Türk Böyük Millətlər Məclisini və orada da kitabımızın adı olacaq Əsas Təşkilatların Müdafiəsi. Əsas bu təşkilatları qoruyaq ki, demək bizi kimsə gəlib yıxa bilməsin. Razılığa gəldilər. Əsas təşkilatlar haqqında qanun imzalandı. Müvəqqəti, yəni hər şey müvəqqəti idi, təbii ki. Müvəqqəti bir qanun, konstitusiya hazırlandı. Demək xalqa, millət nə deyirsə o olacaqdı. Qanunverici və icra edici bütün hakimiyyət TBM-ə aid olacaq. Yəni TBM millətin dediyi kimi həm qanunu verəcək, həm də işi yoluna qoyub onu icra edəcək. Yaxşı, elə bunlar bu addımları atanda, bəs müttəfiq qoşunlar neynədir? Geri çəkildi? Xeyr, heç bir geri çəkilmədilər. Elə İngiltərədə, İtaliyada, Yunanistanda yenə də buradan ərazilər ələ keçirməyə çalışırdılar və demək Kemalın, Mustafa Kemalın adamları ilə dalaşırdılar. 1920-ci ilin demək avqust ayında Mustafa Kemala xəbər çatdı ki, bəs Avropa nə imzalayıb? Sevr adında müqavilə imzalayıb. Həmin Sevr müqaviləsinə görə Osmanlı ərazisinin 5də 4-ünü itirməli, yəni 5 hissəyə bölünməlidir, 4-ünü itirməlidir. Yerdə qalan bir hissədə isə Ermənistan və Kürdistan yaradılmalıdır. O da İngiltərənin nəzarətində. Və bura imza atanlar da İngiltərədə elə, İtaliyada, Yunanistan'da, eləcə də Fransada onlar Türkiyənin torpaqlarını bölüşdürəcəklər. Yerdə qalanda da erməni İngiltərə nəzarətində Kürdistan və Ermənistan adlı bir dövlət yaradacaqlar. Mustafa Kemal tez addımlar atmağa başladı. Neynədir? Xarici siyasətində dəyişiklik eləyərək Rusiya ilə yaxınlaşdı. İlk dəfə olaraq tarix boyu bunlar Rusla düşmən olub, Rusiya ilə yaxınlaşdı. İsmət Paşanı baş qərargah rəisi təyin elədi. Sonra 6-cı Mehmeti taxtdan salıb, özü keçib taxtacıda oturdu və başladı müəyyən bir addımlar atmağa. Onun bu addımlar attığını görən ələxsusda söhbət Yunanistandan gedirdi. Yunandan ən çox Osmanlı, elə bir Yunanistan buradadır, İtaliya buradadır, İngiltərə buradadır. Gərək Yunanistan yol versin ki, İtaliya keçsin, İtaliya yol versin ki, İngiltərə keçsin. Və Yunanistanla Osmanlının arasında döyüşlər başladı. Həmin döyüşlər birinci İnönü döyüşü, ikinci İnönü döyüşü, ərazinin adıdır bunlar. Bir də Sakarya döyüşü baş verdi. Həmin döyüşlərin hamısında qalib, demək Osmanlı qalib gəldi, Yunanistan məğlub oldu. Söhbət gedir 1921-1922-ci illərdə hamısında da qalib gələn demək Osmanlı oldu və buna görə də İsmətə İnönü titulu verildi. İsmət İnönü ləqəbi verilmiş oldu. Sonra müttəfiq dövlətlər gördülər ki, bacara bilmirlər. Yunanistan durdu gəldi Osmanlının yanına ki, Mudaniyaya. Mudaniya 1922-ci ildə iyul ayında, daha doğrusu oktyabr ayında Mudaniyaya gəldi. Mudaniyada barışıq imzaladılar. Həmin barışığa İngiltərə, İtaliya, Yunanistan Osmanlıla barışdılar. Osmanlıya söz verdilər ki, biz sənin ərazini tərk eləyib çıxıb gedirik.
Osmanlı da dedi ki, yəni Mustafa Kemal da dedi ki, lap yaxşı. Sonra nə etdilər? 1923-cü ilin iyul ayında Mustafa Kemal bunlar gedəndən sonra oktyabr ayında barışandan sonra noyabrın 1-də 6-cı Mehmet hakimiyyətdən qovuldu, ümumiyyətlə Osmanlıdan qovuldu. Bununla da Osmanlı səltənəti başa çatmış oldu. Amma həmən Türkiyə Cumhuriyyəti yaradılmadı. Çünki müəyyən bir addımlar var ki, o atılmalıdır. 1923-cü ilin iyul ayında Lozannada konferans keçirildi beynəlxalq dövlətlərlə, yəni İngiltərə, Fransa, Amerika yığıldılar bir araya, Yunanistan gəlib oturdular və Osmanlı da oturdu. Osmanlı dedi ki, mən Mudrosu da ləğv eləyirəm. Sevrı da ləğv eləyirəm, yəni bu müqavilələrin ikisini də ləğv eləyirəm. Siz də mənim ərazimdən çıxıb gedirsiniz, işğal rejiminiz bu ərazilərdə ləğv olunur. Türkiyə müstəqil olacaq, sərhədləri tanınacaq, bütün dənizlərdəki boğazlar Türkiyənin nəzarətində olacaq. Hərbi gəmi söhbəti yoxdur, amma ticarət gəmiləri demək sərbəst hərəkət eləyə bilərlər. Amma hərbi gəmi söhbəti Qaradənizdə olmayacaq. Bu Lozannada danışıqdır. Yəni Mudrosda ləğv olunur, Sevrdə ləğv olunur, Türkiyə müstəqil olur, sərhədləri tanınır, bütün boğazlara nəzarət Osmanlının, yəni Türkiyənin əlinə keçir. Ticarət gəmiləri üzə bilər, amma hərbi gəmilərə icazə yoxdur. Və bu dövlətlər də, Avropa dövlətləri də onun bu dediyi ilə razılaşdılar. Bununla da 1923-cü ilin oktyabrın 29-da Türkiyə Cumhuriyyəti yaranmış oldu. 1924-cü ildə də onun qanun kitabı olan Anayasa, böyük yasa da Monqolda idi, Anayasa qəbul olundu. Mustafa Kemalın var islahatları, var prinsipləri. Prinsip odur ki, belə deyək də istəkləri. Nə istəyirdi o? O deyirdi ki, bax, xalq, millət, açar sözlər budur, xalq, millət, sonra respublika dövlət, inqilabçılıq və etatizm. Bax, xalq nədir? Hər kəs gedib, məsələn, Türkiyə xalqı ola bilər, Gürcüdə, Ermənidə, Azərbaycanında, oranın vətəndaşlığını götürər, onlar Türkiyənin xalqı. Amma millət odur ki, ancaq türklər. Yəni, o deyirdi ki, mən həm xalqımı qoruyuram, həm millətimi qoruyuram, həm respublika adımı qoruyuram, həm öz dövlətimi qoruyuram. Yenilik, inqilabçılıq, böyük bir yenilik eləyirəm. Bir də etatizm, özümü xarici bazardan asılı eləmirəm, daxili bazarımı inkişaf etdirirəm, xarici bazardan özümü asılı eləmirəm. Ona görə də respublikaçılıq, millətçilik, xalqçılıq, daha doğrusu respublikaçılıq, dövlətçilik, xalqçılıq, millətçilik, etatizm, inqilabçılıq, bura dünyəvilik də. Bura dünyəvilik də, yəni yaza bilərik. Dünyəvilik də bilirsiniz də nədir? Yəni dünya dövlətlərindən ayaqlaşmaq. Və biz eşidəcəyik ki, Mustafa Kemal xəlifəni ləğv eləyib, hansı ki, Səlim qəbul eləmişdi bunu, onu ləğv eləyib və demək, dünyəvi, Nadir Şah kimi dünyəvi bir siyasət yürüdüb. Deməli, nə götürürəm mən? Xalq, millət, respublikaçılıq, dövlətçilik, inqilabçılıq, etatizm, bir də dünyəvilik siyasətində deyəcəm. Mustafa Kemalın islahatları nədən ibarət idi? Kişi ilə qadına bərabər hüquq verdi. Xəlifə titulunu ləğv elədi. Sonra gəlin kitabdan baxaq buna. Baxın nə deyir? Deyir ki, etatizm, yəni qapalı siyasət. Etatizm qapalı deməkdir. Qapalı siyasət. Qadınlara kişilərlə bərabər hüquq verdi. Kəndlərə torpaq payladı. Dövlət sənaye və ticarətini inkişaf elətdirdi. Dövlət xaricilərə məxsus bütün sənaye müəssisələrini və dəmir yollarını aldı. Yəni bu ölkədə siz bilirsiniz ki, Sultan Süleymanın dövründən Fransaya məsələn kapitulyasiyalar verirdi. Ondan sonra da İngiltərə, Hollandiyada burada gömrüksüz ticarət eləməyə başladılar. Həmin onun hamısını xaricilərə məxsus olan bütün sənaye müəssisələrini aldı. Özə baba cümləyə bütün sənaye müəssisələrini aldı. Mərkəzi bank yaratdı. 23-cü ilin oktyabrında paytaxtı İstanbuldan Ankaraya köçürtdü. Sultan səltənəti 1924-cü ildə xilafət ləğv olundu. Osmanlı sülaləsinin bütün üzvlərini ölkədən qovdu. Şəriət və vəqfi ləğv elədi. Nadir Şahla oxşada bilərəm. Mədrəsələri bağladı. Anayasanı, yəni konstitusiyanı qəbul elədi. 25-28-ci illər onun islahatlar dövrü hesab olunur. Bax, 25-28 islahat, 19-23 Azadlıq hərəkatıdır, 25-28 islahatlar dövrüdür. Mülki və cinayət məcəllələri qəbul elədi Avropa sistemində. Eləcə də Latin əlifbası. 34-cü ildə də soyad, kim istəyir hansı soyadı götürə bilər dedi. Özünə də Atatürk ləqəbini
götürdü. Yəni ona bu ləqəbi vermiş oldular. Bütün bu siyasətin nəticəsində kapitalizm inkişaf eləyəcək, ölkə inkişaf eləyəcək, xarici kapital ölkədə məhdudlaşacaq, milli, yəni ölkənin daxili inkişaf eləyəcək, daxildə böyük bir islahatlar keçiriləcək və indiki Türkiyənin təməli qoyulmuş olacaq. Bəs xarici siyasəti nədən ibarət idi? Mustafa Kemalın, Atatürk'ün. Atatürk olması 34-dən sonradır. Deməli, heç nə siyasi və iqtisadi addımlarını gücləndirdi. Türkiyə qonşu dövlətlərdə nüfuzu yüksəldi. 32-ci ildə Millətlər Cəmiyyətinə üzv oldu. Bilirsiniz ki, 1-ci Dünya müharibəsindən sonra Millətlər Cəmiyyəti yaradılıb. Ora üzv oldu. Ən uğurlu addımı isə Montreux konfransı idi. Montreux konfransı, uşaqlar, Montreux İsveçrənin şəhəridir. Orada bir konfrans keçirdi. Bu Lozanna konfransının davamıdır. Niyə? Yenə də Qaradəniz məsələsinə toxundu və Qaradənizdə yenə də hərbi gəmi, ticarət gəmisi söhbəti idi. Niyə təzədən bu məsələyə toxundu? Çünki artıq bayırdan müharibə havası gəlirdi, 2-ci dünyanın havası gəlirdi və o ərazisinin təhlükəsizliyini təmin eləmək üçün idi. Yenə də boğazlara dair demək Lozannanın davamıdır Montreux. Dedi ki, boğazların nəzarəti mənim əlimdədir. Hərbi gəmi yox, ticarət gəmisi ola bilər. Türkiyə boğazlar məsələsində böyük üstünlük qazandı. Qaradənizə çıxışı olmayan dövlətlər hərbi gəmilərlə boğazlardan keçə bilməz. Lozannanın davamıdır. 1937-ci ildə də Səadabad paktını imzaladı. Kimlərlə? Qonşu dövlətlərlə İran, İraq, Əfqanistanla. Bir getdi Əfqanistanla, bir İranla, bir İraqla ayrı-ayrılıqda ki, Abad sözünə baxın. Müharibə başlayarsa biz bir-birimizə hücum etməyəcəyik. Bu da təbii ki, Türkiyənin 2-ci Dünya müharibəsi başlayarsa bitərəfliyini bildirir. 38-ci ildə Mustafa Kemal ölür, onun yerinə keçir İsmət İnönü. Xronologiyamız. Demək, lap başdan başlayıram sizin üçün. Sarıqamış döyüşü 1914-15 uğursuzluq Cənubi Azərbaycanı tərk eləyib. Mudros sülhü 18-ci ildə Şimali Azərbaycanı tərk eləyib. Mudros sülhünə görə müharibədən çıxıb. Müharibəni başladan 5-ci Mehmet, qutaran isə 6-cı Mehmet idi. Müharibədən demək çıxıb Mudros sülhü ilə əlində qalan torpaqları da İngiltərə, İtaliya, Yunanistan almaq istirdi. Mustafa Kemal məsələyə qoşulub 1-ci Sivasda müvəqqəti hökumət yaradıb, milli and qəbul eləyib, amma müvəqqəti hökumət onu müttəfiq dövlətlər onu dağıdıb, sonra gedib daha böyük bir orqan TBM yaradıb, əsas təşkilatların hüquqlarının qorunması haqqında. TBM həm qanunverici idi, həm icra edici idi, cəmaatın istədiyi kimi bir idarəetmə forması idi. Sevr müqaviləsinin imzalanması, yəni ərazinin 5də 4-ünü itirilməsi onu narahat elədiyi üçün xarici siyasətdə Rusiya ilə yaxınlaşıb İsmət İnönünü baş qərargah rəisi təyin eləyib. Yunanistanla döyüşlərə girib qalib gəlib, sonra da müttəfiq dövlətlərlə Mudaniyada barışıb. Osmanlı hakimiyyətini sona çatdırıb, sonra gedib 23-cü ilin yay ayında Lozannada Avropa dövlətlərini yığıb, onlara deyib ki, mən Sevrdə ləğv eləyirəm, Mudrosu da ləğv eləyirəm, müstəqil dövlətəm, sərhədlərim var, Qaradənizin bütün boğaz nəzarəti mənim əlimdədir, çıxışı olmayan, daha doğrusu hərbi gəmi yoxdur, ticarət gəmiləri ola bilər. Sonra da gedib Cumhuriyyətini yaradıb oktyabr ayında, 24-cü ilin aprel ayında da anayasa qanun kitabını hazırlayıb. İslahatlarına əsasən kəndlərə torpaqlar paylayıb, etatizm, qapalı siyasət ölkənin daxilini inkişaf elətdirib, milli burjuaziyanı inkişaf elətdirib, xaricilərin nə ki burada sənaye müəssisələri var idi, hamısını alıb, qəşəng sənayeyə pul qoyub, vəqfi idi, dini idarələrdə ləğv eləyib, xəlifəni ləğv eləyib, həmin torpaqları kəndlərə paylayıb, Avropa sistemində mülki və cinayət məhkəmələri yaradıb, ondan əlavə də Avropa sistemində təqvim yaradıb və Latın əlifbasına keçirilib. Eləcə soyadı məsələsinə görə Atatürk titulunu götürmüş olub. Prinsipi də xalq, millət, respublika, dövlət, dünyəvilik, inqilabçılıq və etatizm adlı prinsipləri də var idi. Qərb meyilli siyasət yürüdürdü. Qərb meyilli, yəni Avropaya oxşatdırdı özünü və bu da onun inkişafına səbəb olurdu. 1932-ci ildə Millətlər Cəmiyyətinə daxil olub. 1934-də soyad məsələsi var. 1936-da Lozannanın davamı olan Montreux konfransı var. Montreux konfransına görə dənizlərdə üstünlüyünü təmin elədi. Lozannanın davamı idi. Çıxışı olmayan dövlətlər bura çıxa bilməzdi. Hərbi gəmi var, yoxdur, ticarət gəmisi var. 37-də də qonşu dövlətlərlə Səadabad paktını imzaladı ki, müharibə başlayarsa bir-birimizi hücum eləməyəcək. Bu da onun müharibədə bitərəfliyinin əsasını qoydu.